Murad bəy, burada bir yox, bütün sizin videolarınızın əksəriyyətinin altında bir çoxları qeyd edir ki, Aytən xanım danışmasın, qoy Murad bəy danışsın. Ona görə sizə daha çox yer vermək istəyirəm. Sağ olun. Bir çox vaxtı biz rastlaşırıq ki, qadınlarda sevgi aclığı olur. Bu kişilərdə də ola bilər, amma qadınlar daha dərin duyğular, az öncə də dediyimiz kimi yaşadığı üçün və keçmişi buraxa bilmirlər. Sevgi aclığı olur və keçmişi buraxa bilmirlər. Bəs bu nə ilə bağlıdır? Necə nəticələnir? Aydındır. Bu mövzu çox şaxəli bir mövzudur və dərin bir mövzudur. O qədər dərindir ki, bunu izah eləsək məqalələr yazılar, qadınların hisslərinə görə romanlar, eşq romanları və travmalarına uyğun hətta psixanalizdə aparmaq olar. Qadınlar niyə keçmişi buraxa bilmir? Sual budur və qadınlardakı sevgi aclığı nədən ibarətdir? Niyə kişi bu qədər sevgi istəmir, amma qadın istəyir? İllah da sevgi. Niyə qadın da kişi də bu qədər istəsin eyni səviyyədə? Məncə kişi də istəyir axı. Kişi də istəyir, amma istəmə şəkli fərqlidir. Məsələn, kişi sevgini yeməkdə, geyimdə, Bəli. evdə rahatlıqda. Çünki kişi beyni ilə qadın beyninin funksiyaları fərqlidir. Ayrı tipli funksiya ilə işləyir. Əslində kişi də qadın qədər istəyirmiş. Kişi qadından daha çox sevgi tələb eləyir əslində. Sadəcə bunu dilə gətirə bilmir. Və kişilər qadınlardan əslində duyğusal olaraq daha duyğusaldılar. Amma elə formalaşıb ki, zehni ovçuluqla, güclə, savaşlarla da illər ərzində, milyon illər ərzində hətta bu cür təkamül edib. Sadəcə kişilər bunu dilə gətirə bilmir və ya bunu zəiflik olaraq görürlər. Aydındır? Desəm zəif olar. Bəli, desəm zəif olaram. Bu qorxu sərhəd qoyur ona. Burada qadınların sevgi azlığı əsasən uşaqlıq travmalarına dayanır. Ki Freudin də bu haqqda çox araşdırmaları var, Sigmund Freudin. Buradakı sevgi azlığı uşaqlıq travmalarıdır. Bax, bir qadın düşünün. Bu qadın uşaqlıqda atası tərəfdən dəyər görmür. Aha. Atası tərəfdən dəyər görmədiyi üçün hansı kod yazıldı bu qızın zehninə? Mən dəyərsizəm. Və ikinci hansı kod yazıldı? Kişilər sevgi verməyi bacarmır. Çünki onun zehnindəki ilk kişi obrazı kimdir? Atası. Aha. Kişilər cəsarətli ola bilmir. Kişilər pul verə bilmir. Taqqa-taq kodları yazır da ora. Ağ səhifəni doldurur A4. Bu inanclar 0-6 yaşa qədər bizdə filtr yoxdur. Yağ filtri oraya ya da süzgəc. Süzgəcdən keçmədən birbaşa şuur altına oturur. Nə varsa odur. Bəli. Şuur altı bunu bir inanc kimi qəbul edir. Buna inandığı üçün Bluetooth dalğası kimi ətrafa o dalğanı ötürür və gəlib ona bu dəyərsizliyi, pulsuzluğu, qıtlığı yaşadacaq adamı tapır. Bu adama ilk öncə aşiq olur. Bunu limbik beyin aparatı eləyir. Niyə? Atasından alanmadığı sevgini bundan alsın deyə. Artıq böyüyüb axı, buna gücü satar. Daha sonra ilk başda bəzən xoşbəxt olurlar. Bir il keçir, hər şey darmadağın olur. Yəni kişi başlayır qumar oynamağa, kişi başlayır içki içməyə, sevməməyə, xəyanət etməyə və s. və ilə axır. Bundan sonra artıq qadın bir də baxır ki, atasının bir kopyası ilə oturub eyni evdə. Yəni türklərin bir sözü var, deyir, yağışdan qaçarkən doluya düşdüm. Yağışdan qaçarkən doluya rast gəlir. Bu haldan da çıxanmır. Niyə? Ailə qınayır, boşana bilməz, uşaq var, cəmiyyət var, pulsuzdur, o gücü yoxdur. Beləliklə bir ömür sürür və ölür. Acı desək, acı həqiqətən bir ömür belə gedir. Acı reallıq. Amma bunu düzəltməyin bir üsulu var. Bu, bəlkə də bu videonu izləyən minlərlə qadına dəstək ola biləcək bir texnikadır ya da bir tövsiyə deyək. Burada dərmandır deyək. Bir dərmandır deyək, ruhu qidalandırır. O kişini dəyişmək mümkündür. 1 milyon dollardan mərcə dura bilərəm. 1 milyon dollardan. O qədər iddialıyam.